Bir de gördüm birinci günü, məktəbə gedən günü görüm rəhmətli anam bitərdi. Deyirəm, ana nə olub? Mənə deyir ki, mənim balam, evdə pul yoxdur. Gəl o 2 yumurtanı düşəndə verəsən şoförə. Düşüb qaçmayarsan. İndi təsəvvür eləyin ki, mən bu yumurtalarla getmişəm, minmişəm fəhlə maşınına, bunlar sınmasın və düşəndə bunu necə verməliyəm? O fikirlə. Ona görə də mən maşından tez düşüb, qaçdım, dalda yox, böyürdə verim şoförə ki, qoy uşaqlar birdən görərlər, birdən bu kişi mənə bir söz deyər, buna da gətirmişsən. Mən o yumurtaları ona verəndə Ağsaqqal Seyid götürmədi. O masalının kəndindəndir, Seyid Peyğəmbər övladı ocaqları var. Mənə dedi ki, lazım deyir, mənim balam, get. Mən həmin kişini 40 ildən sonra tapdım. Və neçə illər onun qulluğunda durdum. Bir 4 il olar rəhmətə gedib. Yəni, bu mənim uşaqlıq xatirəmdir. Onun şəkili mənim evimdə var, burada var, telefonumda var. Yəni, mən deyirəm ki, yaxşılıq elə bir pislikdir, qoy mənə etməsinlər. İkinci xatirəm məktəb illəri ilə bağlı bizə gündə 2 dənə piçenni verərdilər. Polnika. Mən o piçenniləri yeməzdim. Mən onları aparardım bazar günü evə gidəndə kiçik bacı qardaşlarıma verərdim. Ancaq öz ürəyimdə piçenni istəyirdi. Çox o vaxtın piçenni şirin dadlıydı. Üçüncü xatirəm. 66-cı ildə mən gəldim imtahan verməyə. May ayı idi. Hamı yığışmışdı, cavan uşaqlar. Şəhər uşaqlarından biri mənim ayaqqabıma baxıb mənə dedi ki, Tərlan, sən nədir cırıq ayaqqabı ilə gəlmişsən? Dedim, olsaydı giyərdim də. Deməli, mənim üçün çox yaddan çıxmayan bir hadisə oldu. İllər keçəndən sonra o adam gəldi Rəsiyəyə, Allah onu rəhmət eləsin, haqq dünyasındadır. Və gəldi mənim ofisimə, mal gətirmişlər. Mənə deyir ki, hacı, mənə pul ver, mən özümə ayaqqabı alım. Həmin o sözü deyən şəxs. Həmin o sözü mənə deyən şəxs gəlib özü mənim üçün başqa şeyə yox, imin ayaqqabı. Və Allah'ından razıyam ki, o tikanı mənim ürəyimdən çıxartdı. O söz yadımdan çıxmırdı. Yəni, acdı, pulsuzdu, onları mən görmüşəm. Ancaq o söz mənə ürəyimdən çıxmırdı. İnsan həyatdan küsməyə haqqı yoxdur. Həyatı yaşamaya lazımdır. Necə deyirlər, gələcəyə ümid bağlayıb, qabağa məqsəd qoyub, o məqsədə getmək lazımdır.